Azərbaycanın xarakterli çempionları Hidayət Heydərov və Eldəniz Əzizli bir daha sübut etdilər ki, çempiondular. Səudiyyə Ərəbistanında keçirilən İslam Həmrəylik oyunlarında Hidayət Heydərov öz çəkisində rəqiblərə demək olar ki, şans vermədən çempion oldu və Azərbaycanın ilk qızıl medalını qazandı. İlin əvvəli 1-2 görüşdə məğlub olmuşdu və ondan sonra tənqidləri eşitmişdi. Amma oktyabr ayında Meksikada keçirilən Grand Prix-də çempion olandan sonra sadəcə olaraq bir kəlmə işlətmişdi ki, mənim edilən tənqidlər mənə güclü motivasiyadır. Eldəniz Əzizli də dünya çempionatından sonra elan eləmişdi ki, ola bilər mən güləşə atıram, gedirəm, amma Moskvada keçirilən peşəkar liqada bu il Avropa çempionatında uduzduğu gənc Emin Səfərşayeva qalib gəldi və bir daha sübut etdi ki, çempiondur. Ola bilər güləşə atsın, ancaq son addımı, son nöqtəni məhz Eldəniz qoydu.